Salam. Bu dərsimizdə millətin formalaşması, xalq hərəkatı mövzusuna toxunacağıq. Deməli, millətin formalaşması, bax, bütün bunların hamısı elə kapitalizmin inkişafı ilə bağlı idi. Yəni, kapitalizm inkişaf edirdi və yeni sənaye müəssisələri yaranırdı. Bunlar hamısı zəncirvari bir-biri ilə bağlı məsələlər idi. Baxın, millətin formalaşması üçün nələr lazım idi? Dil birliyi lazım idi. Ərazi birliyi lazım idi, mədəni birliyi lazım idi. Sonra yeni təbəqələr formalaşmışdı. Yəni sosial birlik belə desə və ya sosial yeniliklər, həmçinin iqtisadi. İndi bunların bir-bir hamısını təbii ki, Loru dildə də açıqlamasını verəcəm. Ümumiyyətlə millət nədir? Yəni millət anlayışı niyə ortaya çıxdı? Yəni bundan ümumilikdə götürsək insan birliklərini, lap başdan gəlsək, birinci nə var idi? Ulu icma var idi. Hamısı bunlar, baxın, zərurətdən və yaxud dövrün tələbləri ilə yaranırdı. Bax, ulu icma niyə var idi? Ulu icma ona görə var idi ki, insanlar təbiət qarşısında aciz qalırdılar, məcbur birləşdilər. Üst paleolit dövründə daha ağıllılar ortaya çıxdı. Dedi, belə körtəbi ilə bugün birləşib sabah ayrılırıq, olmaz. Bir idarə etmə formalaşdırdılar ağsaqqallar, bir qəbilə yaratdılar. Sonra daha da düzləndilər, tayfa oldular. Sonra oldular xalq, feodalizm, xalq. Xalq elə bil feodalizmin məhsuludur. Və kapitalizmdə də artıq yeni qaydalar oldu. Sən xalq kimi qala bilməsən, güncəllənir də, elə bil iPhone-un, həmişə bunu misal çəkirəm, yeni bir versiyası, güncəllənmiş versiyası çıxır. Əslində millət xalqın güncəllənmiş formasıdır, Loru dildə desək. Yəni ardıcıl olsa insan birlikləri götürsək hansılar olar? Ulu icma, sonra qəbilə, tayfa, xalq, millət. Yəni, o indi dövlət qurumu zat, bəzən qatırsız bunu, o ayrı bir məsələ, o alt qruplardır, nə bilim, tayfa ittifaqı və s. Deməli, baxın, iqtisadi birlik lazımdır, düzdürmü? İqtisadi birlik üçün nə lazımdır? Yəni, bölgənin iqtisadi birliyindən söhbət, bölgələr ixtisaslaşırdı. Bölgələrin ixtisaslaşması məhz bu iqtisadi birliyin yaranmasında mühüm rol oynadı. Necə ixtisaslaşma nə idi? Yəni, misal üçün, biri neft üzrə ixtisaslaşırdı, biri ipək üzrə ixtisaslaşırdı, biri pambıq üzrə, nə bilim, biri şərabçılıq üzrə ixtisaslaşdılar. İpək bölgəsi şərabı gedib o bölgədən alıb tacirlər gətirirdi. Şərabda bir-biri ilə, belə deyək ki, alış-veriş edirdilər. Bu da nəyə gətirib çıxardı? İqtisadi birliyə yaratdı. Məsələn, iqtisadi birliyin də ortaya çıxması təbii ki, daha da möhkəmləndirdi bu prosesi. Digər bir proses nə idi? Burjuaziya və fəhlə təbəqəsinin, yəni bu sosial məsələ idi, sosial təbəqələrin ortaya çıxması. Burjuaziya dedikdə də kənddə də bu burjuaziya kimi idi, qolçomaqlar. Yəni kapitalizm tək şəhər mühitində yox, kənddə də gedirdi. Və bu, deməli, sosial təbəqələrdə millətin formalaşmasında mühüm rol oynadı. Yəni artıq, misal üçün, xalqda biz bunları görə bilmirik. Deməli, güncəllənib artıq yeni bir termin qoyuruq ora, milləti. Burada burjuaziya və fəhlə təbəqəsi də var. Misal üçün, fəhlə təbəqəsinin özünün meydana çıxması və yaxud elə burjuaziya fəhlə bu prosesdə gedən ən mühüm addım idi, ən mühüm hadisə idi. Və burada, misal üçün, fəhlə ilə bağlı biz yazmışıq. Fəhlə sinfinin, fəhlə təbəqəsinin, sosial təbəqəsi formalaşmasının mühüm əlamətləri olaraq, baxın, 1, 2, 3 dənə bənd qeyd etmişik. Bunlar kitabda da var, bu bəndlər qeyri-adi bir şey deyil. Sadəcə mən bunun loru formada açıqlamasını verəcəm. Sosial-iqtisadi fəhlə, bunun yaranmasının, formalaşmasının sosial-iqtisadi münasibətlərin əlaqəsi nə idi? Bəli. Azərbaycanda olan sosial-iqtisadi münasibətlər, sənaye müəssisələri açılırdı, zavod fabriklərdə belə deyil. Bu zaman bu müəssisə, həmçinin də bunun fonunda da kəndlilər vəziyyəti ağırlaşır, torpaqsızlaşırdı. Kəndli nə edəcəkdi? Artıq
öz əməyini satmağa başlayacaqdı. Yəni həmin o sosial-iqtisadi münasibətlər məcbur etdi ki, fəhlə təbəqəsi yaransın. Bunlar gedib hər hansı bir fabrik zavodda iştirak edəcəkdilər. Sonra özünəməxsus xüsusiyyətlərdən biri də nə idi? Əhalinin milli və sosial tərkibinin özünəməxsusluğu. Bu o deməkdir ki, burada olan fəhlələr tək Azərbaycanlılardan ibarət deyildi. Burada ermənilər də yaşayırdı, burada ruslar da yaşayırdı, cənubdan soydaşlarımız da gəlirdi, onlar da saya bilərik. Amma indi Çar Rusiyasının təbirindən deyirik də biz. Bu nədir? Özünəməxsusluğu var, yəni tək Azərbaycanlılar deyildi. Müstəmləkə siyasəti də yuxarıda dediyim məsələ ilə bağlıdır. Yəni nə idi? Artıq istismar var idi. Kəndli məcbur idi fəhliyə çevrilsin. Çünki adamın heç nəyi yoxdur. Adam qazanmalıdır və bunun üçün də gedib hər hansı bir zavod, fabrikdə işləyib olurdu fəhlə. Və zamanla biz görəcəyik ki, fəhlə tətilləri olsa da yenə bunlarla bağlı tədbirlər də görürdü. Müəyyən güzəştlər də gedildi, Mazut Konstitusiyası misal üçün keçəcək deyəcəm onda. Bunlar nə idi? Çar Rusiyası yenə də bunların qara qaşına gözünə aşiq olmurdu. Təbii ki, sən mənim üçün lazımsan, səni boş buraxmıram, amma qaçıb getməyi də, ölməyi də istəmirəm. Sən işçi qüvvəsinsə, sənin ağan, sahibkarın sənin ölməyi istəməz, çünki onu qazandıran sənsən. Ona görə də kəsə-kəsə də olsa müəyyən imtiyazlar verirdi. Bunları da qeyd etdik. Burada maneələr qeyd etmişik, bu arada qalmasın. Yəni, təbii ki, bizdə çox vəziyyət ağır idi, çünki milli burjuaziyanın formalaşmasına kifayət qədər maneələr yaradılırdı. Görürsünüz, zamanla ilk ruslar, xaricilər müəssisə sahibi olurdular, sonra bizimkilər. Yəni, bu da nə ilə bağlı idi? Müstəmləkə siyasəti ilə, milli, dini ayrı seçilik öz əksini tapırdı. Bunu da dedik, sosial-iqtisadiyyatda ən mühüm hadisədir, xüsusilə fəhlə ilə bağlı məsələ. Millət nə idi? Bu saydıqlarımızda ümumi ənənə, ümumi dil, ümumi mədəniyyət, iqtisadi birlik, ərazi hamısını bunların bir-bir açıqladıq. Əslində, ümumi ənənə dil bunları bilirik də. Yəni, bunların hamısı üçün də ərazi olmasa mümkün deyildi onsuz da. Və millətin formalaşması əslində digər xalqlar kimi bizdə də. Yəni, götürsək 19-cu əsrin ikinci yarısı sonlarına doğru getdi bu proses. Yəni, digərlərində necə bizdə də elə. Bu ortaq cəhətimizdir bizim. Amma bizim özünə məxsus, dırnaqarası bir uğur olsa da özünə məxsus bir xüsusiyyətimiz var idi. Nə idi? Bizdə bu proses müstəmləkə vəziyyətində gedirdi. Ərazi birliyimiz pozulmuşdu. Bu nə deməkdir ərazi birliyinin pozulması? Gəlin buna da baxaq. Cənubi Qafqazda hansı quberniyalar var idi o dövrdə? Bakı var idi, Yelizavetpol var idi, yəni Gəncə, İrəvan var idi, Tiflis var idi. Tiflis quberniyasının tərkibində Azərbaycanlılar yaşayırdı, bəli, yaşayırdı. Axı, bizim pozuldu. Niyə misal üçün həmin o əhali İrəvan quberniyasının tərkibində deyil, Yelizavetpolun Bakının tərkibində deyil, düzdür, müəyyən dəyişikliklər olacaq o heç. Yəni, pozulmuşdu. 4 dənə quberniya yaradılmışdı. Ruslar idarə edirdi, hər şey rus dilində idi. Bax, elə rus dili demişkən, ona görə də bizim bu şəxslər həqiqətən möhtəşəm şəxslərdir. Bu dahilər nəyə görə dili ön plana çəkirdilər? Misal üçün, bunların elə baxsa, Nəcəf bəy Vəzirovdur, Əli bəy Hüseynzadədir, Məmməd Dağı Şahtaxtinskidir, Əhməd bəy Ağayevdir, Mirzə Fətəl Axundovdur, Zərdabidir, Əlmərdan bəy Topçubaşovdur. Bunların bu formalaşma prosesində misilsiz xidmətləri olmuşdur. Misal üçün, Zərdabinin milli mətbuatı, dilimizin inkişafına şərait yaratdı, Axundovun əsərləri buna şərait yaratdı. Yəni, boş-boşuna deyib keçmirik də, bunlar rol oynayırlar. Və dilə niyə önəm verirdilər? Adamlar görürlər, dərk eləyirlər, milli təəssübkeşlikləri var ki, Azərbaycan, baxın, məhkəmə rus dilində, qəzet rus dilində, jurnal rus dilində, danışıq rus dilində. Zərdabi çıxdı, dedi ki, olmaz da belə. Yəni, çıxdı dedi, o mənada deyirəm ki, fikrini səsləndirirdi, bunu təbliğ eləyirdi ki, biz təhsil sistemini və mədəniyyəti ana dilində öyrənməliyik. İnkişaf etmək istəyirsə, bunu vurğulayırdı. Çünki bunların da, burada ayrı seçilik qeyd etmişəm, bunların da belə qayğılı olmasının səbəbi var idi. Səbəb nədən ibarət idi? Bizi, nətə deyirlər o,
Nənələrimizin sözü var, deyir, qəribsəmişəm. Qəribçiliyə salırsan mənim sözümü. Həqiqətən qəribçiliyə salmışlar. Tatar deyirdilər, nə bilim, müsəlman deyirdilər, Azərbaycanlı demirdilər. Buna görə də bizi maksimum burada nədə rol oynayırdı? Ruslaşdırma da rol oynayırdı, xristianlaşdırma da rol oynayırdı, köçürmə mühüm rol oynayırdı. Bütün bunların fonunda bunlar elə bil ki, bu dahilərimiz həmin o proseslərin qarşısına bir sipər etdilər özlərini, öz ideyalarını və nəticəsində də bugün biz Azərbaycan adını işlədirik, Azərbaycan adlı bir dövləti, yəni başlama əslində buradan idi. Bir gedək görək qarşıda nələr var. Demək, millət anlayışı və bu millət anlayışının əsas belə deyək ki, ümumiyyətlə bu dövrdə bunu vurğulayım sonra keçək. Bu dövrdə milli azadlıq hərəkatı, birinci bunu deyim, sonra o hissədən danışsaq daha effektiv olacaq. Milli azadlıq hərəkatı, yəni bizim millətin formalaşması ilə bərabər elə milli azadlıq hərəkatımız da həm də başlandı. Və bu hərəkatın birinci mərhələsi 1875-1904-cü il milli oyanış dövrüdür. Və Əkinçi ilə başlayır da, Zərdabinin əsasını qoyduğu Əkinçi ilə milli oyanış başlayır. Niyə birinci mərhələ və sonraki mərhələ? Sonraki mərhələdə xalqı siyasi cəhətdən artıq ortaya qoymaq üçün məhz milli oyanış lazım idi. Loru dildə deyəcəm. O, həmişə ən sevdiyim bu misaldır mənim, o Novruzəli var, poçt qutusunda Mirzə Cəlilin bir məktubu aparıb poçt qutusuna ata bilmir. Yəni, bir məktubu poçt qutusuna ata bilməyən Novruzəlilərlə sən gedib Cumhuriyyəti AXC-ni yarada bilməzdin. Bunu biraz çobul, biraz loru deyəcəm. Bunun üçün nə lazım idi? Milli oyanış. Ona görə də bizim ziyalılarımız birinci neynədilər? Xalqı oyandırlar. Təhsil, mətbuat, yəni hamısı burada rol oynadı. Ona görə də bunu həm də millətin forması, həm də milli azadlıq hərəkatı da deyirik. Bax, dili ön plana çəkdilər. Dili ön plana çəkdilər, millət anlayışını ortaya atdılar və Axundzadə misal üçün ədəbiyyatda bunu məşhurlaşdırdı, təbliğ etdi. Həsən bəy Zərdabi bunu mətbuatda daha geniş təbliğ etdi. Misal üçün ilk dəfə Azərbaycan milləti ifadəsi işlədildi 1891-ci ildə Kəşkül qəzetində. Sonra Kaspi qəzeti var idi. Burada təsvirlərini də vermişəm. Kaspi qəzeti naşirliyini Tağıyev öz üzərinə götürmüşdü. Baxın, Tağıyev qeyd etmişəm burada. Misal üçün Azərbaycanın ziyalılarını Əhməd bəy Ağayev idi, Topçubaşov idi, Zərdabi idi, Məmməd Dağı Şahtaxtinski idi. Bunları yığmışdı öz ətrafına. Burada bu dediyim təbliğatlar gedirdi. Millət, dil, oyanış, yəni bu hamısı milli hərəkatdır da. Yenə də deyirəm, 1875-1904-cü illərdə xalq yetişdirilməli idi. Xalq milli və elmi cəhətdən, dünya görüş cəhətdən oyanmalı idi. Tam o vəziyyətə, kıvamına belə deyək ki, gəlməli idi. Ondan sonra artıq dövlətçilik. Görürsünüz, 1875-1904 əsasən təhsil yolu sonra da olacaq, amma 1904-dən sonra biz nə görürük? Siyasi partiyalarımız genişlənir. Qeyrət partiyası idi, Difai idi, Müdafiə idi, Müsavatın özü idi, biraz əvvəllər Müsəlman Gəncliyi idi. Görürsünüz, siyasiləşmə məhz 20-ci əsrin əvvəlləri bu dövrdə getdi. İndi sözümün canı nə idi? Bu Kaspi qəzeti də bu ziyalılar ətrafına yığmışdı. Şahtaxtinski orada bir sual verdi məqaləsində. Dedi, Zaqafqaziya müsəlmanlarını, o bir məsələ var idi, eşitdirmək, qulağa öyrəşdirirlər. Bunda ən yaxşı yolu ilə mətbuat idi. Nə dedi? Dedi, Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı? Cavabında da qeyd etdi ki, burada yaşayan türk dilli xalq adlandırırıq Azərbaycanlı və dildə olur Azərbaycan dili. Artıq sualı verib, cavabını da qoyub, təbliğatını aparırdılar yaxşı mənada. Və bax, dedik, Kaspi qəzetinin naşirliyini Tağıyev öz üzərinə götürmüşdü. Bizim gözəllik ondan ibarət idi ki, bizim bu millilərimizə, bizim bu ziyalılarımıza milli burjaziyamız da dəstək verirdi. Yəni, pul buraxırdılar, deyirlər, get təbliğat apar. Onlara nümunə olaraq da biz Tağıyevi, Nağıyevi, Əsədullayevi göstərə bilərik. Misal üçün, artıq
yetişəndən sonra siyasiləşmək üçün ideya lazımdır, axı bir bayraq lazımdır axı əldə tutmağa. Onun ideyasını Əli bəy Hüseynzadə irəli sürsə də, onu bir siyasi doktrin olaraq Rəsulzadə gerçəkləşdirdi. Yəni Cümhuriyyətimiz. Orada da yəni hansı məsələ idi? Türkləşmək, İslamlaşmaq, müasirləşmək. Bayrağımız. Görürsünüz, bayrağımızda öz əksini tapdı. Ona görə də deyirik, ideya Hüseynzadə idi, amma onu doktrin olaraq tətbiq edən, reallaşdıran Məmməd Əmin Rəsulzadə oldu. Gedək qabağa, görək nələr var. Xalq hərəkatından danışacağıq. Deməli, Çar Rusiyasında təbii ki, müstəmləkəsi olan Azərbaycanda etirazlar, üsyanlar davam edir. 19-cu əsrin birinci yarısında olduğu kimi, ikinci yarısında da olurdu. Yəni elə islahat keçirdi, gəlib buranı və yaxud tutdu, hər şey yağ-bal kimi getmirdi ki, etirazlar, çıxışlar baş verirdi. Bəs bu çıxışlara səbəb nə idi? Səbəbləri deyək, amma deməmişdən öncə deyir, ziddiyyətli bölgə Zaqatala dairəsi 1860. Ümumiyyətlə, Zaqatala dairəsi 1860-cı ildə yaradılmış bir inzibati vahid idi. Yəni, elə bil Car-Balakən dairəsi olmuşdu, Zaqatala dairəsi 1860-da. Və burada bu məsələlər, ümumiyyətlə, Çar hökuməti ilk olaraq təhkimçiliyə Cənubi Qafqazda ləğvindən Gürcüstandan başladı. İndi yenə də bu sual ortaya çıxacaq ki, bizdə təhkimçilik yox idi. Hə, sənəd üzərində yox idi, amma edirdilər. Amma güclü deyildi təbii ki, amma burada indi Cənubi Qafqazda Gürcüstandan hələ ki ləğv etməyə, təhkimçinin ləğvinin içərisində nələr gedirdi? Kəndlərə torpaqların verilməsi, yəni torpaqların satın alınmasına icazə verilməsi, bunlar hamısı şərtlərdir. Nə bilim, yeri gələndə muzlu əməyin tətbiq, yəni məcbur əməyin ləğvi və s. Və 1863-cü ildə Gürcüstanda kəndli islahatı artıq burada problemlərə, yəni etirazlara səbəb oldu. Çünki ondan sonra burada, yəni Azərbaycanın həmin o ziddiyyətli bölgəsi olan şimal-qərb deyək də, Car-Balakən Zaqatalada keçiriləcəkdi. Və hətta bura nümayəndələr gəlmişdi. Nümayəndələr gəlmişdi ki, bəs İnqiloylar və Muğallara deyirdi ki, gəlirinizin 10 qatı həcmində bir dəfəlik xərac verin, sizi təmin edirik. Və bu da deyirdi ki, sizi yəni o keşkəl sahiblərindən xilas edirik də, torpaqlarınız olacaq, onlardan çıxacaqsınız, asılılığından çıxacaqsınız, belə deyək ki. Hə, indi gəlirəm o dedimin niyə səbəblər? Çünki bunları sayıb sonra səbəbləri deməyim daha uyğun olardı. Baxın, mülkədarların yaylaq və qışlaqları, yəni də ümumiyyətlə əhalinin əllərindən alınırdı. İmtiyazları əllərindən alınırdı. Zorla xristianlaşdırılırdı. Məscidlər belə deyək, təzyiqə məruz qaldığı halda kilsələr inşa olunurdu. Və bu həm belə deyək ki, iqtisadi problem idi, həm də mənəvi cəhətdən, yəni dinlərinə həqarət də belə deyək ki. Ona görə də burada üsyanların genişlənməsi labüd idi. Ya olması 100% idi ki, burada üsyan olacaq. Burada xüsusi bir cümlədə keçirdir ki, bu ziddiyyətli bölgə ifadəsini işlətdiyib Zaqatala ilə bağlıdır ki, Azərbaycan, Çar hökuməti buranı özünə məxsus formada idarə eləyirdi. Özünə məxsus siyasət tətbiq eləyirdi burada. Bu da nədən irəli gəlirdi? Buranı əldə saxlamaq, buranı idarə etmək üçün. Və düşünürdü ki, xristianlığı burada genişləndirim, özümə sosial dayağırım. Çünki Zaqatala hələ görsünüz, xəracı belə verir. And löhdəli əməl etməyən adamlar idi bunlar. Yəni, Çar hökuməti bunları bilirdi ki, asanlıqla mən bunları idarə eləyə bilməyəcəm. Neynəmək lazımdır? Yavaş-yavaş, altdan mən bu tədbirləri görüm. Neynəyəcəm? Aşağı təbəqəni özümə tərəf çəkəcəm, keşkəl sahiblərindən bunları xilas eləyəcəm. Xristianlıq nəyəm o qabağa yazır deyə gəlib xaç suyuna zada salma, nə bilim, hədiyyələr vermək, amma nəticə etibarıyla biz görürük ki, bu işləmədi burada. Yəni, zorla xristianlaşma siyasəti belə işləmədi burada, yəni heç bir formada işləmədi. Artıq Balakəndə kilsə tikilməsi bir qığılcım oldu. Yəni, səbəblər dedim də bunlar idi. Balakəndə kilsə tikilməsi bir qığılcım oldu. Hacı Murtuz dözmədi. Adından gördüyüm kimi də hacı idi.
nə danışırsan, məscid qalıb kənarda, sən burada gəlib kilsə tikirsən. Ona görə də artıq 1863-cü ildə Zaqatala üsyanı başladı. Hacı Murtuzun rəhbərliyi ilə onu imam elan elədilər. Bir də burada bir məsələ var. Baxın, cəmiyyətin bütün təbəqəsi üsyanlarda iştirak edirdi. Kəndlilər, bunlarla bərabər keşkəl sahibləri, ruhanilər, yerli imtiyazlı şəxslər. Baxın, bunların burada yazılması ilə üsyanın səbəblərini asanlıqla bizim qarşımıza qoyur. Kəndlilər yazıqlar həmişə də istismara görə edirdilər üsyan və həmçinin də imamlarının arxasında idilər. Keşkəl sahiblərinin nə işi var idi bu üsyanda? Gedin elə çardan rütbə zad alın, oturun, yaşayın da özünüz üçün. Keşkəl sahiblərinin torpaqları əllərindən alınırdı. Ruhanilər niyə üsyanda idilər? Zorla xristianlaşma var idi. İmtiyazlı şəxslər, onların imtiyazları əllərindən alınırdı. Deməli, istismar, torpaqların alınması, xristianlaşma, imtiyazların alınması, bunlar hamısı üsyanların səbəbləri idi. Və üsyançılar, görürsünüz, imam elan olunma adısı Dağıstandan gəlirdi da. Həm Osmanlı dövləti ilə əlaqədə idilər, həm də Şimali Qafqazda hərəkat olan müridizm üzvləri ilə əlaqədə idilər. Təbii ki, Osmanlı da sərf edir ki, burada dəstək verir, yəni də Rusiyanın istəməzdi. Çünki köçürülmə həyata keçiriləndə əsas ruslar hansı bölgəyə diqqət etmişdilər? Düz Osmanlı və Qacarla olan sərhəddə. Məqsəd nə idi? Milli birliyi, çünki onlar da milli və dini da elə deyək, birliyi məhv etmək, aradan qaldırmaq idi. Və üsyançılar artıq oturub bir döyüş planı hazırlamışdılar. Hacı Murtuz elə belə adam deyildi, Rus zabiti oldu, ordusunda bir zabit olmuşdu və bir plan hazırlamışdılar ki, Rusların burada əsas dayaq məntəqəsi Zaqatala qalasıdır. Gedək oranı tutaq, yəni başı nəzəydə, belə deyək ki. Amma ermənilər, erməni tacirlər yenə də öz işlərində idilər. Getdilər, həmin planı xəbər verdilər. Qala müdafiə olundu. Üsyançıların hücumu uğursuz oldu. Top atəşi ilə onlar geri otuzduruldular və əlavə qüvvələr cəlb olunaraq üsyan amansızlıqla da belə deyə bilərik yatırıldı. Üzvləri sürgünə göndərildi. Edam olundu. Məsələn, Hacı Murtuz başda olmaqla bir çox üsyan iştirakçısı Sibirə sürgün olundu. Edam olunanlar da oldu. Üsyan yatırılsa da amma siyasətdə yumşalma baş verdi. Yəni torpaqların alınmasıdır, o xristianlaşma məsələsidir. Bunlar yumşaldıldı, dayandırıldı və bu islahat 1913-cü ilə qədər Zaqatalaya tətbiq olunmadı. Yəni o 1870-ci il islahatı var, o bu bölgələrə tətbiq olunmadı. Bir də 1913-cü il qərarında, indi ondan da danışacağıq, o zaman tətbiq olundu. Gedək görək qarşıda nə var. Demək, kəndli hərəkatından danışırıq indi. Baxın, kəndlilərin vəziyyəti düzəlmədi. 70-ci il islahatı da düzəldə bilmədi. Baxın, 70-ci il islahatı nəticəsiz oldu. Niyə nəticəsiz oldu? Birincisi, kəndlilərin çox hissəsinə bu şamil olunmamışdı. Əsas, yəni dövlət kəndlər kənarda qalmışdı. İkinci məsələ nə idi? Kəndlilərə heç bir, o yetimə gəl deyən çox olur, çörək verən az olur. Belə bir səhv eləmirəmsə misal var. Nədir? Kəndlidir də torpağı satın ala bilərsən. Pulu yoxdur, yazıq neynəsən? Torpağı ala bilməyən kəndlər mülkədara dövlətə vergi verirlər. Vəziyyət acınacaqlıdır. Bir tərəfdən 19-cu əsrin ikinci yarısı rusların köçürülməsi də davam eləyir. Vergi mükəlləfiyyət də burada artıq səbir kasası dolub. Ona görə də 19-cu əsrin ikinci yarısı kəndli hərəkatı ən yüksək həddə idi. Rusların köçürülməsi, lap belə deyək də, köçürür də gəlib. Mən niyə bunu hərəkət edeyim? Ağlı başında olan niyə, misal üçün deyək də, qarnı toxdusa çıxış eləsin. Amma Rus köçürüləndə bunların ümumi torpaqlarını tuturdular. Məhdudlaşırdı, əraziləri də məhdudlaşırdı. Yəni, xalq acınacaqlı bir vəziyyətdə idi. Və bu dövrdə mükəlləfiyyəti icra etməkdən boyun qaçırırdılar və xüsusilə özünə məxsus xüsusiyyətləri olan əsrin son rübündə qaçaqçılıq hərəkatı oldu. Kəndli hərəkatının bir, belə deyək ki, versiyası və özünə məxsus xüsusiyyəti, yəni xalqın həm mənəvi, belə deyək ki, qisası üçün mübarizə aparırdılar, həmçinin
deməli, ədalət uğrunda mübarizə aparırdılar. Ona görə onları xalq intiqamçıları adlandırırdılar. Onlar çar məmurlarından qaçıb sığınırdılar belə deyək, dağlara, mağaralara və s. və onlar qaçaq adlanırdılar. Buna görə belə deyilir. Bunların nümayəndələrindən də Qaçaq Nəbi, Dəlalı, Qaçaq Kərəmi xalq onları sevirdi. Hətta görürsünüz dastanları da var. Bunların Qaçaq Nəbi Zəngəzur qəzasında, Qaçaq Kərəm də Qazax qəzasında fəaliyyət göstərirdi. Fəhlə tətilləri də artıq əsrin sonlarına 70-ci illərdən artıq tətillər başladı, genişlənməyə davam etdi. Lap sonlara doğru da ki, artıq mütəşəkkil xarakter aldı. İlk vaxtlar fəhlə tətilləri də mütəşəkkil deyildi. Fəhlələr harda idi? Yəni fəhlələrin necə meydana gəlməsini dedik də. Yəni artıq zavod, fabrikdə işləyirdilər, kəndlilər torpaqsızlaşıb gedib işləməyə başlayırdılar, olurdular fəhlə. Amma fəhlələr tək Bakı ətrafı bölgələr deyildi ki, əsas sənaye Bakıda, ona görə söhbət edir. Ümumilikdə digər Rusiyanın quberniyalarından, Qafqazın digər quberniyalarından fəhlələr gəlirdi Bakıya, indi əgər Bakıdan söhbət ediriksə. Cənubi Azərbaycandan işğalınca gələnlər var idi və bunlar hüquqsuz vəziyyətdə 12-14 saat işləyirlər. Qadın uşaq əməyindən də istifadə olunur. Və nədir? Artıq bu gətirib etirazlara çıxaracaq ki, bunlar deyildi ki, cəhənnəmə işlədirsən, heç olmasa maaşımız artır. Heç olmasa bizə bir mənzil ver. Bax, əsasən bu tələblərlə çıxış edirdilər. Və dedik ki, ilk vaxtlar fəhlə tətilləri mütəşəkkil deyildi, amma artıq əsrin sonlarından mütəşəkkil oldu. İlk fəhlə tətili Bakıda oldu, ilk mütəşəkkil, daha dəqiq desək, fəhlə tətili 1895-ci ildə Bakıda oldu, tütün fabrikinin fəhlələri. İlk mütəşəkkil idi və hətta burada hərbi vəziyyət elan olmasına görüldü indi nə olub, gətirib çıxardı. Bundan başqa əsrin sonlarında elə Bakının özü, Nuxa, Gədəbəydə tətillər davam etdi və yalnız bunlardan sonra Çar hökuməti artıq yeniyetmə fəhlələrin maaşının qaldırılması ilə bağlı razılıq verdi. Bu da bu tətillər hərəkatla, formalaşma ilə bağlı mövzumuz. Uğurlar hər birinizə.